Hörmətli və əziz insanlar, əziz sürücülər. Sizə bu günləri Emsol Petro-Kanada yağları haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi Petro-Kanada yağları, Kanada brendləridir, Emsol yağları, Amerika brendləridir. Azərbaycana gələn mükəmməl sertifikatlı mallardan biridir, yağlardan biridir. Bu yağlar neçə ildir bazarda öz sözünü demiş yağlardır. Təmiz, PAO, STF ilə yağlar məhz bu yağlardır. Bu çəkilişi çəkib paylaşmaqda ən çox başqa avtomobillərdən yox, ən çox bu 0.20 tələbi olan mühərrik yağları ilə bağlı paylaşmaq istəyirəm. Bu paylaşımlarda ən çox bu plug-in hibrid sürən yoldaşlara deyir. 100-150 min sürəndən sonra o motorların heç biri heç nəyə yaramayasın. Yəni mənşəyi dəyişmiş Alman yağı, Alman brendi altında satılan müəyyən yağlar var ki, onlardan istifadə edirsiniz. Yəni tam doğru onlardan istifadə edilir. Mən sizə garanti verirəm ki, o maşınlar 100-150 mindən sonra heç bir motoru yaramayasın. Plug-in hibrid sürən yoldaşlar var. Petro-Kanada'nın mükəmməl olaraq 0.20 hibrid seriyası var. Emsol'in 0.20 hibriddir, 17, XL'dir. Bu seriyalardan mükəmməl şəkildə istifadə edə bilərsiniz. O cümlədən qaldı Emsol'in digər çeşidlərlə. Emsol'in signatur seriyası var. Təmiz PAO seriyasında bunun 5.30'u, 0.20'si, 5.20'si de var. Bu Azərbaycanda ən uzun kilometraj verən yağdır. Ən uzun kilometraj verən. O çıxaldı digər 0.20'lərə. Yeni gələn Porsche'ların 90%'ında yağ hazırlanır. Və o yağlara birbaşa cavab verən Emsol'in yağları var, bu yağlardır. 509'dan BMW-lər sürlük deyirik, azalma verir. 0.20, 17 FG ilə göstərici verən birbaşa yağları var. Emsol Petro-Kanada Azərbaycana gələn sertifikatlı ən yüksək, ən gözəl göstəricisi olan yağlardan biridir. Sizə də tövsiyə edirəm, istifadə edirsiniz, keyfiyyətinə baxarsınız. Hər bir yağın, liboy bir yağın 6 ay mühərrikə tökdüyün vaxtı. Emsol yağlarını isə arxasında göstərir. Hər bir yağı 20.000 milə kimi. Şimdi bizdə bir yanacaq keyfiyyəti ona cavab vermədiyinə görə. Yəni bir il konkret mühərrikdə qalsa belə heç bir o az kilometraj sürən yoldaşlara aiddir. Heç bir problem yarada bilməz. Yəni bu yağlar, bu keyfiyyətdə olan yağlar Azərbaycan bazarında çox azdır. Tövsiyə edirəm bu yağlardan istifadə edin. Ən çox da plug-in hibrid sürən qardaşlara tövsiyə edirəm ki, düzgün göstərici olan yağlardan istifadə edin. Bir müddətdən sonra hər birinizə problem yaranır. Təşəkkür edirəm hər birinizə. Bir dənə ümumi Emsol Petro-Kanada çəkilişlərini izləyib olmasın.